Nə hədəf təyin edəcəksinizsə, ilahi hədəfə bağlayacaqsınız. Nə hədəf təyin edirsiniz, özünüz bilərsiniz. Amma hara bağlayacaqsınız? İlahi hədəf, əbd olmalıyam. Ana hədəf odur, böyük hədəf odur. Ondan sonraki hədəflər kiçik hədəf deyə bilərsiniz. Kiçik hədəflər. Nə təyin edəcəksiniz özünüzə kiçik. Nə bilim nələr tutmusunuz. Mən filan kəs olmaq istəyirəm. Kim olmaq istəyirsən? Hara çatmaq istəyirsən? Orada biraz diqqətli olun. Dəqiq təyin edin, tələsməyin. Qaça-qaça düşməyin, hayal-küyə düşməyin. Çəkilin kənara. Hədəf təyinində müvayət olun. Məsələn, həyatın olacaq bundan sonra. O belə oldu, bu belə oldu, yox. Biraz hayal-küyə düşməyin. Peyğəmbərin bir hədisi var, buyurur: İzə həməmtə bi əmrin fətətəbbər. Bir şeyə qərar verməksən, tələsmə, düşün. Bir hədəf təyin eləmirsən, fətətəbbər. Tədəbbür elə. Tədəbbür nədir? Tədəbbür onun axırını düşün. Fikirləş. Bu məni hara çatdırır? Bəlkə seçdiyim hədəf özümdən çox balacadır. Allah məndən ondan böyük bir şey istəyir. O hədəfin təyinində düşünün, məşvərət edin, lazım gəlsə vaxtlar ayırın, günlər ayırın, düşünün, qərara gəlin, tələsməyin. Tələsməyə ehtiyac yoxdur. O məqamda. Ona görə Qurani-Kərimdə ayə var ki, buyurur: "Fəla tə'cəl", tələsməyin. Bir yerdə məsələn Allah deyir tələsməyin, dini mətnlərə baxın. Bir yerdə deyir fəla tə'cəl, tələsməyin. Amma bir yerdə deyir sariu, tələsün. İndi nə oldu? Bu ziddiyyətdir. Quranın dili var da. Bir yerə deyir tələsmə, bir yerə tələs. Ya Rəbbel aləm, mən neyniyim? Tələsim ya tələsməyim? Yox, bunun yerləri ayrıdır. Məsələn, bir dənə misal çəkim. Ağacı əkmisən, ağac böyüyür. Meyvələri hələ kaldı. Başlayırsan tələsmə yığmağa. Hara yığırsan kaldı? Tələsmə. Amma elə ki yetişdi, gecikmə, tələs. Çürüyəcək. Nina? Tez yığ. Baxın, bəzi vaxtlar tələs, bəzi vaxtlar tələsmə. Bir dənə kitabdan bir dənə nəzəriyyə oxumusan, kim nə deyirsən səhv deyirsən. Kim nə deyirsən səhv deyirsən. Ha bir dayan. O fikirlə bağlı nə qədər alimlər fikir bildirib, get onları aç oxu. Bir yerə yığ fikirləri. Fəla tə'cəl, tələsmə. Ya məsələn gəldilər sənə bir nəfərdən bir söz dedilər. Bir nəfər deyib səndən o bir dənə sözü. Bir doğrudan araşdır, onu özünə qulaq as. O gör elə düşünüb, o elə eləyib, ya elə deyib. Ya ətrafından soruş. Bu belə bir nəfərdən şeydən kimi yığdı. Görüşməyə də vaxtı, yəni görüşməyə biraz vaxt olacaq. Kiməsə danışmalıdır da bu söhbəti. Vaxt itirmir. Yığdı, ay filan kəs, bildin filan kəs nə olub? Abi qardaş bir dayan, tələsmə. Bir kiçəl olmuyor. Fəla tə'cəl. Bir otur, araşdır. Məsələnin fərqi nə var? Yaxud məsələn görərsən danışar axırda deyər: "Nə bilim, bəlkə də heç belə olmuyor. Və imamı yandırmır." Da dedin də, saldın kişinin şəkkə şübhəyə. Bu hələ kişi imanını yandırmır, amma maşallah imanı güclüdür bu. İmanını yandırsaydı gör neyniyərdi bu. Danışıb qutarır, imanını yandırmır, bəlkə də belə deyil. Fəla tə'cəl, tələsmə. Gətirin dartın mövzumuza bu hədisləri, ayələri. Hədəf təyinində tələsməyin. Düşünün, sakitcə. Onun təyin etdiyiniz proqramın düzün. Nizamın qurun. Proqram çox mühümdür. Nizam mühümdür. Hələ təyin eləyən gün qaçdı nə? Bir dayan. Proqramı qurdun, nizamın cızdun. Çox qəşəng. Cızandan sonra, artıq da proqramın bəlli, hədəfin bəlli. Fə in kənə xeyrən Peyğəmbər deyir, fəsri iləyh. İndi sürətdən. İndi gecikmə. Dayandırma işi. İndi sürət zamanıdır. Yatma. İndi yatmaq zamanı deyil. Və in kənə şərrən fəntəhən. Düşündün, gördün, yox, yaxşı şeydir, çəkil oradan. Deməli, bir yerdə tələsmə. Düşün, bir yerə tələs. Yerləri təyin edin. Həyatınızda hər nə nailiyyətlər, uğurlar qazanmaq istəyirsinizsə, təyin etdiyiniz o uğurla bağlı bütün hədəfləri giriş və müqəddəm edəcəksiniz.